Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Rabbi şrahni sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz müminlər, əziz tələbələr, hər birinizi xoş gördük. Bildiyiniz kimi mübarək Ramazan ayında bizim Quran-ı Kərimin təfsiri və Nəhcül Bəlağənin təfsiri dayandırılmışdı. Mübarək aya görə müəyyən layihələrimiz, proqramlarımız var idi. Allahın hövlü qüvvəsi ilə artıq bu gündən etibarən həm Quran-ı Kərimin təfsirini, həm də Nəhcül Bəlağənin təfsirini Allahın hövlü qüvvəsi ilə başlayırıq. Əgər yadınızdadırsa, biz Loğman surəsinin təfsirinə başlamışdıq və müəyyən bir yerə qədər bu surənin ayələrini siz əzizlərlə bölüşdük. Amma bu yerə gəldik, çatdıq ki, Həzrəti Loğmanın hikmətinin nümunələrindən, yəni Həzrəti Loğmanda olan hikmətlərindən müəyyən nümunələri danışacağıq, bölüşəcəyik ki, Həzrəti Loğman necə oldu, hikmətli bir insan oldu, onda hansı fəzilətli sifətlər, xüsusiyyətlər var idi. Bəzi təfsirçilər bu yerdə Loğmanın bu ayələrdə əks olunan öğütlərinə uyğun olaraq onun bəzi hikmətli kəlamlarını qeyd ediblər. Ayəyə əsasən, ayənin özündən çıxarış eləyərək qeyd ediblər ki, Loğmanın müəyyən bir hikmətləri olub, onda müəyyən fəzilətlər olub, müəyyən əxlaqi xüsusiyyətləri olub ki, o həmən öğüt nəsihətlərini, o fəzilətləri bizə çatdırıblar. Məsələn, biri budur ki, Loğman oğluna belə deyir ki, ya bu nəyyə, innə dünya bəhrun əmik. Oğlum, dünya çox insanları qərq olduğu dərin bir dəryadır. Həzrəti Loğman öz oğluna bu dünyanın iç yüzünü bəyan eləyir, açıqlayır. Bu ki, iki əlli yapışdığın dünya ki var, bu çox dərin bir dəryadır. Çoxu bu dərin dəryada qərq olub, batıbdır. Yəni, dünya onu özünə çəkib, udub, onu həlak eləyibdir. Və Həzrət buyurur ki, ardıca, indi neyniyək, əlacı nədir? Necə eləyək ki, bu dünyanın əsiri olmayaq, dünya bizi həlak eləməsin. Bu dünyadan yaxşı formada istifadə eləyək. Dünyanın özü də ahirətə çevrilsin. Dünyanın özü də Allaha çatmaq üçün bir hədəfə çevrilsin. Necə eləyək? Həzrət onun bir yolunu buyurur. Buyurur ki, وَقَدْ هَلَكَ فِيهَا عَالَمٌ كَسِيرٌ. Buyurur ki, sən bu dəryada Allaha inamı özünə cəm et. Allaha imanlı bəndə oldu. Sənin cəmin bu dəryada iman olmalıdır. Səni quruya çatdıracaq, bu dəryadan, bu dənizdən, sahildən qırağa çıxardacaq, yəni nicat verəcək şey imanın olmalıdır. İman yəni Allaha güvən, Allaha əqidə, Allaha sığınma, digər şeylər də demiyorlar. Yəni Allaha elə bir güvənin, imanın olsun ki, tapınman olsun ki, bu həmişə səni qərq olmaqdan, həlak olmaqdan qorusun, saxlasın. Ona görə görürsünüz, o qədər ciddi məsələdir. İman gətirmək məsələsi. Allah Teala Quran-ı Kərimdə buyurur, ya əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər, əmənu, iman gətirin. Yəni bütün varlığından, qəlbinlə, dildə yox, qəlbinlə Allaha tapın, Allaha iman gətir ki, bu həqiqi imanın göstəricisidir. Yoxsa hamı dildə İslam gətirib, amma qəlbdə o dilində İslam gətirdiyi dəyərlərə, əmirlərə, qadağalara tabi olmayıbdır. Ona görə, məsələn,
Bu ayə haçan nazil oldu? O ki, əziz Peyğəmbərimizin zamanında gəldilər, dedilər ki, ya Peyğəmbər, biz iman gətirmişik, biz seçilmiş bəndələrik, biz Allaha yaxın bəndələrik, müəyyən böyük iddialarda oldular, şüarlar irəli sürdülər. Allah ayə günündə, ya Peyğəmbər, onlara denən ki, iman gətirənlərə, iman iddiası edənlərə iman gətirsinlər. Hələ onlar İslam gətirib. Hələ İslam gətiriblər. Deyiblər, Allah var, kitabı var, Peyğəmbəri var, amma əmir və qadağa məsələlərinə gələndə qəlbin imanı ən dərin bir məsələsidir. Ruhən, qəlbən o həqiqətlərə tapınmada yoxdular. O məsələdə süsdülər, tənbəldilər. Ona görə deyir ki, ey iman gətirənlər, iman gətirin. Həzrəti Loğman da öz oğluna nəsihət eləyir. Deyir, dünya çox dərin bir dəriya bənzir. O dünya çoxlarını həlak edib. Necə ki, Fir'un bunun misallarından biridir, nümunələrindən biridir. Fir'un o qədər maddi bir qüdrətə sahib oldu ki, Allahlıq iddiası elədi. Dünya malına, dünyaya bağlılıq onu Allaha şərik qoşmağına səbəb oldu. Dedim, mənəm sizin uca Rəbbiniz. Amma dəryada, o dənizdə həlak olanda artıq o dünyası, o dünya malı heç biri ona fayda vermədi. Bəzilər deyir ki, o elə müşrik şəkildə dünyadan getdi, cəhənnəmə vasil oldu. Həzrəti Loğman da buyurur ki, oğlum, imanından müğayət ol. İmanın nə qədər güclü olsa, bir o qədər bu dünyanı həm tanıyacaqsan, həm də bu dünya nə üçündür, bu dünya səni nəyə çatdırmalıdır, hədəfi biləsən. Ona görə bunları bildikdən sonra bu dünyadan nə qədər istifadə eləməlisən, nə qədər gözləntin olmalıdır, rahat şəkildə istifadə eləyəcəksən. Bu dünyan olacaq sənin axirətin, axirətə çatacaqsan. Və Həzrəti Loğman buyurur ki, fəcəal səfinətəkə fihəl imanə billəh. Çox gözəldir. Buyurur ki, sən bu dəryada Allaha inamı özünə cəm et. Ardınca buyurur ki, vəcəal şira'əhə təvəkkülə alallah. Buyurur ki, Allaha təvəkkül etməyi ona yelkən, Allaha təvəkkül et. Sığınacaq, kürəyini söykənəcək yerin Allah olmalıdır. Bilməlisən ki, həyatda sənin ən ciddi, sənin xoş günündə də, sənin imtahan günündə də, indi pis gün deməyək də, yəni imtahan günündə də bütün hadisələrdə sığınacaq yerin, təvəkkül eləyəcək yerin Allah olmalıdır. Çünki Allaha təvəkkül eləmək insanı qalib eləyir. İnsanı uğurla həyatdan aparır, aqibət bir xeyr eləyir. Xeyirli aqibətlə dünyanı köçsən. Təvəkkül, yəni bütün hadisələrin içində Allahı görmək. Bütün hadisələrdə, bütün yaşam tərzimdə mənim sığınacaq yerim Allahdır. İnsanın ki, sığınacaq yeri Allah oldu, o insan aramdır. O insanın qorxu, həyəcan, stresi yoxdur. Çünki elə bir mütləq varlığa söykənib ki, o məğlub edilməzdir. O mütləq qadirdir. Və Həzrət ardınca buyurur ki, وَجَعَلْ زَادَكَ فِيهَا تَقْوَ اللّٰهِ. Çox gözəl nəsihətlərdir, çox gözəl nəsihətlər. Buyurur ki, təqvanı səfər azuqəsi et, təqvalı ol. Təqva, yəni özünü qoru. Təqva budur ki, yəni insan Allahın hüquqlarını tapdalamasın. Təqva budur ki, insan hər bir şeydə Allahı görsün. İlk öncə Allah onun nəzərinə çarpsın. Təqva budur ki, insan Allahdan qorxsun bu mənada ki, yəni Allahı itirərəm, Allahdan uzaq düşərəm. Yəni qorxu bu olmalıdır da. Yoxsa düzdür, insan cəhənnəm odundan qorxar falan. Amma Allahdan uzaq düşmək,
Allahdan ayrılıq ən qorxulu insan həyatının hadisəsidir. Birdən Allahın gözündən düşərəm. Birdən Allahın nəzərindən uzaq düşərəm. Təqvalı ol. Buyurur ki, vəcəəl zadəkə fiyha təqvallah. İlahi təqvanı səfər azuqəsidir. Səfər üçün azuqən təqva olsun. Ən gözəl azuqə təqva azuqəsidir. Bu azuqən olsa, bütün enişli, yoxuşlu yollarda salamat şəkildə, salamat ruhla, sağlam qəlblə Allaha çatasın, Allaha yetişəcəksən. Fəin nəcəvtə fəbirrahmətilləh və in hələktə fəbizunubik. Ardıca buyurur Həzrəti Luqman, əgər bu dəryanı xilas olsan, əgər bu dünyadan sağlam, salamat şəkildə, sağlam qəlblə, sağlam ruhiyyə ilə Allaha çata bilsən, xilas ola bilsən, buyurur ki, Allahın mərhəmətinin bərəkətindəndir. Öz əməllərinə çox da arxeyin olma. Hər hansısa bəndəçilikdə uğur əldə eləmisənsə, düzdür, səyin var, çalışmağın var, himmətin var, əzmkarlığın var. Amma Allahı gör, Allahın rəhmətini, Allahın hidayətini, Allahın lütfünü gör. Deyən, ilahi, bu sənin lütfündür. Hada min fəzli Rəbbim, bu mənim Rəbbimin fəzlidir. Yoxsa mən bunun öhdəsindən gəlməzdim, mən bunu bacarmazdım. İnsan bütün yaxşılıqların mənbəyini, bütün feyzin mənbəyini Allahdan bilməlidir. Bu insan üçün uğurdur. Bu insan üçün daha it-bəsirətli olmaqdır. Bu mərifətdir. Əgər insanda belə bir mərifət formalaşsa, insan daha çox sidq ürəklə, ixlasla, səmimiyyətlə Allaha bəndəçilik eləyər. Və buyurur ki, və in hələktə bizunubik, əgər həlak olsan, əgər bu dünya səni həlak eləsə, öz günahlarındandır. Öz günahlarındandır. Allahın heç bir təqsiri yoxdur. Allah sənə bütün o mənəvi gözəlliklərə, o fəzilətlərə çatmaq üçün o mənəvi istedadları səndə qoyub. O bacarığı səndə, o potensialı səndə qoyub. Amma sən eləmədin, sən çalışmadın, sən himmətli olmadın, sən əzmkar olmadın. Yoxsa Allah təqsirli, müqəssir deyil ki, sənin özün istəmədin və çalışmadın. İstəmədiyin üçün də heç bir hədəf sənin üçün asanlaşmadı, hədəfə çata bilmədin. Və gözəl bir hədis var, əziz Peyğəmbərimizdən olmalıdır. Buyurur ki, bütün günahların başı dünyadır. Dünyada insan bu maddi aləmdə yaşayır. Gərək bu dünyanın bərbəzəyi insanın qəlbini, zehnini məftun eləməsin. İnsan əgər bu dünyadan alət kimi, vasitə kimi istifadə eləsə, bütün qazancı, ruzi dalicə getməyi, ailə qurmağı, övlad sahibi olmağı, övlad oxutmağı, övlad tərbiyə eləməyi, atanıya xidməti hamısı Allah olacaq. Allah rənginə boyanacaq. Amma yox, əgər dünyaya əsir olmaq, dünyaya ancaq məftun olmaq, dünyanın bərbəzəyinə aludə olmaq, insanın qəlbini, zehnini, gözünü qamaşdırsa, bəli, elə sənin bu dünyada nəsibin olacaq. Allah da Quran-ı Kərimdə buyurur ki, biz dünyanı kimə vermişiksə bir şey deyil. Yəni bir şey verməmişik. Ən dəyərli şey mənəvi şeylərdir. Mənəvi şeylərdir. Əgər insan Allahla olsa, bütün dünyasını Allahla doldura bilsə, onun ruzi qazanmağı da, onun xərcləməyi də, hər bir şeyi Allahın rızayətinə xidmət edəcək, Allahın razı olmağına xidmət edəcək. Ona görə bu məsələyə diqqət eləməli. Bu vurğuladığım Məcmul Bəyanda cild 8, səhifə 317-də gəlibdir ki, bu cür təfsir eləyirlər. Və Kafidə də Usul-i Kafidə İmam Kazım əleyhissalam Şam İbni Həkəmə söylədiyi sözlərdə daha əhatəli formada. Oğlum, dünya çox insanları qərq olduğu dərin bir dəryadır. Sənin bu dəryada gəmin ilahi təqva olmalıdır, iman olmalıdır. Səfər
Ağzugən iman olmalıdır, təqva olmalıdır. Gəminin yelkəni Allaha təvəkkül olmalıdır. Kapitanı ağıl. Bələdçisi bilik, sükanı isə səbr olmalıdır. Görürsünüz, bu xütbədə də Həzrət əlavələr qeyd edir ki, ağıl insana, əlbəttə o ağıldan söhbət gedir ki, o ağıl insana həqiqətləri göstərə bilir. O ağılı ki, şəhvət örtəliyib, şəhvət hakim olub o ağıla, o ağıl ancaq və ancaq hökm elədiyi şeylər, yəni maddi şeylər olar, şəhvani şeylər olar. Amma yox, bir ağıl ki, o ağıl qüvvəsini şəhvətlə söndürməmişik, əksinə ağıl şəhvətə hakim olub, o ağıl insanı Allaha sürükləyir, Allaha dəvət edir. Ona görə ağıl da müəyyən bir yerə qədər insanı çatdıra bilir. O müəyyən yerə qədər çatdırdığı yerdə odur ki, artıq o yerdən daha qabağa getmək üçün artıq vəhiy gəlir. Peyğəmbərlər gəlir, Allahın səmavi kitabları gəlir, bizim əlimizdən yapışır. Ağılın çatmadığı məsələlərə bizi aparır, çatdırır. Və buyurur ki, elmə sahib ol, elm, bilik əldə elə. Bəli, elm o qədər dəyərli, qiymətlidir ki, hətta hədislərdə gəlib ki, elm vacibdir hər bir müsəlman kişi və qadına. Hətta hədislər var ki, elm dünyanın uzaq bir yerində də olsa, onu əldə eləmək üçün gedin. Ona görə alimin mürəkkəbi deyir, şəhidin qanından bəzən fəzilətlidir. Elm haqqında olduqca çox fəzilətli şeylər. Ona görə Quran-ı Kərimdə Allah bilir ki, Allahdan daha çox qorxanlar alimlərdir. Çünki onlar biliklə elə bir şeylər əldə eləyiblər ki, artıq Allahın əzəməti onlar üçün həldir. Allahın əzəmətini dərk edirlər, mərifətləri var. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, fəsəlu əhləz zikr. Bilmirsinizsə bilənlərdən, alimlərdən soruşun. Bəli, alimin məqamı olduqca çoxdur və bilik əldə eləmək. Hər bir dindar insan oxumalıdır, bilik əldə eləməlidir, öz dinini, öz həyatını dini biliklərə sahib olmaqla bir çəki düzəmə verməlidir. Və səbirli olmaq. Səbirli olmaq isə çox mühümdür. Allah özü Quran-ı Kərimdə buyurur ki, Allah səbr edənləri sevir. İnsan səbirli olanda Allahın hikmətlərini görə bilir. Hikmət qapıları onun üçün açıla bilir. Səbirsiz insan üçün heç bir hikmət çözülmür. Hadisələri olduğu kimi görə bilmir, dərk edə bilmir. Amma səbirli insan müqavimətli insandır, dözümlü insandır. Hadisələri yaxşı təhlil edir və hadisələrin içində özünü itirmir. Ona görə, əziz möminlər, bu nəsihət çox mühümdür, çox vacibdir. Və sonra Həzrət buyurur ki, Loğmanın başqa bir nəsihətində səfər qaydaları ilə bağlı övladına nəsihət edir və belə deyir ki, oğlum, səfərə çıxanda özünlə silah, libas, xeymə, su içmək üçün qab, tikiş ləvazimatı və zəruri dərmanlar götür ki, həm özün, həm də yol yoldaşların onlardan Allaha qarşı günah olmayan hər şeydə istifadə edə bilsinlər. Görürsünüz, səfərin müəyyən zəruri olacaq şeylərini özü ilə götürməsini bir-bir vurğulayır. Oğlum, bir qrupla səfərə çıxanda işlərində onlarla məsləhətləş. Əgər bir qrupla səfərə çıxmısansa, onlarla məşvərət elə, məsləhət elə, özbaşınalıq eləmə. Səfər budur ki, səfərin yaxşı tamamlanması üçün, əmin-əmin amanlıqda olması üçün, əmniyyətlə qutarması üçün gərək məşvərət eləyəsən, məsləhət alasan. Onların üzünə çox gül
Yəni səfərdə ən müstəhəbbi əməllərdən biri zarafat eləməkdir. Təbəssüm eləmək, zarafat eləmək, qaşqabaqlı yox. Bir həftəlik, 10 günlük səfərə çıxmısan, ancaq qaşlı qabaqlı olanda yox. Səfərinki budur ki, deyəsən, güləsən ki, o yorğunluq canından çıxsın. O həyəcan, o stres, əsəb canından çıxsın. Səfər azuqənlə bağlı əli açıq ol. Səfərdə əli açıq ol, səxavətli ol. Səfər yoldaşlarına ehsan elə. Onların yeməyində, geyimində, hər hansısa birinin pul xərci qutardısa, ona pul ver. Yemək azuqəsi qutardısa, ona yemək al. Səxavətli ol. Səxavətini səfərdə göstər. Bu çox zəruridir. Və buyurur ki, səni çağıranda cavab ver. Hamının səfərdə diqqəti səndə olacaq, səni səsləyəcək. Əgər bu səfərin öndə gedəni, məsləhət olunanı sənsənsə, hamı səni çağıracaq. Xəstələnən də, nə bilim, pulu qutaran da, azan da. Sən səbirlə onların çağırışına cavab ver. Onların ehtiyacını ödə. Səndən yardım istəyənlərə yardım et. Bacardığın qədər sakit ol. Yəni, səbirli ol, dözümlü ol. Çox namaz qıl. Namaz qıl. Sənə aid olan minik, su və qidada əli açıq ol. Sənin miniyindən istifadə eləsinlər. Sənin əlində olan qidalardan istifadə eləsinlər. Əgər səndən başqa şahidlik etmək tələb olunsa, şahidlik et. Öcə zərurət oldusa, hər hansısa bir şeydə şahidlik etməlisənsə və bilirsən ki, bu doğru, dürüstdür, şahidlik eləməlisən, şahidlik et. Çəkinmə. Və buyurur ki, əgər səndən məsləhət istəsələr, düzgün fikir yürütməyə çalış. Əgər istəsələr, hər yerdə elə özünü atma qabağa. Zərurət doğulanda səndən məsləhət istəsələr, məsləhət almaq istəsələr, doğru, dürüst məsləhət ver. Onlara yol göstər. Və buyurur ki, kifayət qədər düşünmədən, götür-qoy etmədən cavab vermə. Tez qəzavət eləmə. Biraz düşün, götür-qoy elə. Bax, hadisələri, mövcud vəziyyəti analiz elə, təhlil elə. Ondan sonra ağıl süzgəyindən, dinin göstərişinə, şəriətə uyğun bir analiz elə, süzgəkdən keçirt. Ondan sonra bir fikir irəli sür. Bütün düşüncə gücünü işə sal. Bütün düşüncə gücünü işə sal. Çünki kim məsləhət verərkən ən xalis fikrini izhar etməsə, Allah ondan ayrı etmə və düşüncə neymətini alar. Görsünüz? Düşünmədən, təhlil eləmədən, araşdırmadan qəzavət eləsən, Allah ondan ağıl düşüncəsini əlindən alar. Düşüncə neymətini ondan alar. Yəni, düşüncəsi, o həqiqi ağıl qüvvəsi ondan alınsa, səfih olar, ağılsız olar. O necə Quran-ı Kərimdə Allah buyurur, deyir, bəzi alimlər var ki, onlar çiyinlərində daşıdıqlarından xəbərləri yoxdur. Deyir, o kəməsəlül himər, deyir, onlar uzun qulağa bənzəyir. Bilmirlər nə daşıyırlar. Bəli, o zaman insanın elmi, mərifəti fayda verir ki, o elm insanın xeyrinə xidmət eləsin. İnsanlığın, cəmiyyətin xeyrinə xidmət eləsin. Yol yoldaşlarının yol getdiyini, çalışdığını gördükdə onlarla birgə çalış, səndən böyükdən söz eşit. Bəli, görürsən yol yoldaşları, bir səfərdəsiz, biri qab yuyur, biri xidmət eləyir, sən də xidmət elə, sən də çalış, sən də çay dəmlə, sən də boşqab yu, sən də süpür, təmizlik işi gör, xidmət elə, xidmət elə. Böyük ariflərdən biri deyir, tələbə yoldaşlarınla gedirlər məşə ziyarətinə, deyir, bu həmən arif İmam Rızanın ziyarətinə girir bunlarla birgə. Amma bunlardan daha tez çıxır hərəmdən, ziyarətdən gəlir qaldıqları yerə. İndi otelmi, evmi. Və bunu da çox mənəviyyatlı bir insan bilirlər. Bu tələbə yoldaşları deyir ki, axı sən niyə tez ziyarətdən qayıdırsan? Biz məsələn 3 saat ziyarət edirik, amma sən 1 saat hərəmdə ziyarət edib qayıdırsan. O deyir ki, and olsun Allaha ki,
siz İmam Rıza xidmətçilərinə, ziyarətində olanlara xidmət eləmək heç də o ziyarətin savabından az deyil. Mən gəlirəm, çay dəmləyirəm, yemək hazırlayıram ki, siz gələnə kimi hazır olsun. Bu xidmətim heç də İmam Rıza ziyarətinin savabından az deyil. İnsan bu düşüncə ilə, bu təfəkkürlə olsa, bəli, öz yol yoldaşlarına, səfərdə olan yoldaşlarına xidmət eləyər. Və səndən böyük olanların sözünü eşit. Əgər düzgün söz deyirsə, məsləhət verirsə, böyüklərin sözünü eşit. Əgər səndən qanuni istəkləri varsa, həmişə müsbət cavab ver. Əsla yox demə. Çünki yox demək acizlik əlaməti və qınaq səbəbidir. Əgər gücün, qüdrətin çatan bir şeydirsə, onlara yox demə. Bu acizliyin, zəifliyin bir əlamətidir. Sən çalış, onların istəyini həyata keçir. Buyurur ki, heç vaxt namaz ilk vaxtından təxirə salma. Borcunu dərhal ödə. Yəni, namazı zərurət olmayan halda gecikdirmə. Namazı vaxtında qıl. Namazı vaxtında qıl budur ki, yəni namaza Allaha hörmətlə yanaş. Çünki namazı əvvəl vaxtında qılmaq səni daha şərafətli bir məqama çatdırır. Səni fəzilətli eləyir. Artıq Allahın əmrlərinə, Allaha hörmətlə yanaşan insan daha izzətli olur, daha mənəviyyatlı olur. Və borcun varsa borcunu əda elə. Qoyma boynunda haqqın nasıl olsun, insanların haqqı olsun. Borc ən ciddi məsələdir. Ən ciddi məsələdir. Əhdinə vəfa elə. Vaxt almısansa, o vaxtı keçirtmə. Etibarını itirmə. Etibarlı ol ki, bu sənin üçün faydalıdır. Səhərsi günü həmən insana yenə ağız aça biləsən. Qapını üzünə bağlama. İnsan etibarsızlıq, vədə xilaf çıxaraq öz üzünə Allahın o vasitə qərar verdiyi o rəhmət qapısını bağlayır. Qarşı tərəfə heç nə olmadı, olan sənə oldu. Və buyurur ki, ən çətin hallarda belə namazını cəmaatla qıl. Çalış cəmaatla qıl. Çünki cəmaatla qılınan namazın savabı daha fəzilətlidir. Və buyurur ki, imkanın varsa yemək istədiyin hər bir xörəkdən öncə Allah yolunda sərf et. Yəni, əlində əgər azuqa varsa Allah üçün xərclə. Allah üçün ver. Allahın kitabını oxu və onu yad etməyi unutma. Quran-ı Kərimi oxu. Allahın kitabını oxu. O Allahın ən gözəl öyüd və nəsihətidir. Onda möminlərin qəlbinin şəfa tapması üçün, mənəvi xəstəliklərinin sağalması üçün dərman var, müalicə var, resept var. Oxuduqca insan Allahın öyüd nəsihətlərinə diqqət elədikcə insanın ruhu sağalır. Allahın öyüd nəsihətləri insanın həyatında bir yeni səhifə açır. Ona görə buyurur ki, Allahın kitabında Allahın zikri şəfadır, onun ismi dəvadır. Onu yad elə, onu xatırla ki, o ən gözəl dəva və şəfadır insanın qəlbi üçün. Və sonda isə Loğmanın bu əhvalatı da məşhurdur ki, kölə kimi sahibi üçün işlədiyi zaman bir gün ağası ona dedi, mənim üçün bir qoyun kəs, onun ən yaxşı 2 üzvünü mənim üçün gətir. Deyir, Loğman yenə də bir qoyun kəsdi və yenə dilini və ürəyini onun üçün götürdü, gətirib verdi. Deyir, Loğman bu işi çox təəccübləndi ki, Loğman niyə bu işi görür? Elə yenə dilini, ürəyini gətirdi. Bunun üçün təəccüblü oldu. Deyir, soruşanda Loğman dedi, ürək və dil yaxşı olarsa, hər şeydən yaxşı, pis olarsa, hər şeydən pisdir. Əgər bu dil, bu ürək yaxşıdırsa, hər şeydən yaxşıdır. Yox, əgər bu dil, bu ürək pisdirsə, hər şeydən pisdir. Bu ibrətamiz bir hekayədir. Yəni, dilini qoru. Bu dilin böyük cinayətlər törədə bilər. Böyük fəsad törədə bilər.
Bu dilinlə yalan danışaraq, qeybət eləyərək, abır apararaq, ləkə yaxaraq, söyüş söyərək böyük cinayətlər törədə bilərsən. Amma bu dilinlə gözəl sözlər deyərək ən yaxşı işlərə vəsilə ola bilərsən. Ən yaxşı xeyir qapılarını üzünə aça bilərsən. Dilindən müğayət ol. Qəlb də belədir. Dil nə danışsa, göz nə görsə, qulaq nə eşitsə, qəlb də ondan təsirlənir. Dilin əgər pis şeylər desə, bu qəlbin də pis olacaq. Ən pis qəlb olacaq. Yox, dilindən, gözündən, qulağından, bədən üzvlərindən yaxşı şeylər sadir olsa, sənin qəlbin də o gözəlliklərdən təsirlənəcək. Gözəl, ən yaxşı qəlb olacaq. Bu mövzunu İmam Sadiqin bir hədisi ilə söyləmək istəyirəm. O həzrət buyurur ki, Allaha and olsun ki, Loğmana Allah tərəfindən bəxş edilən hikmət nə onun soyuna, nə malına, nə də gözəlliyinə və nə də ki cisminə görə deyil idi. Zahiri görkəminə görə deyildi. Əksinə o, Allahın əmrinin icrasında güclü bir insan idi. Həzrət-i Loğman o qədər Allahın əmr və qadağalarına tabi olan muti bir bəndə idi, itaat edən bir bəndə idi ki, bunun sayəsində Allah Həzrət-i Loğmana hikmətlər vermişdi. Həzrət-i Loğmanın həyatı bizim üçün öyüd nəsihətə çevrilib. Biz onun həyatını vərəqləyirik ki, görək Həzrət-i Loğmanın hikmətli nəsihətlərindən nə əldə edə bilərik? Həyatımızın hansı bir qaranlıq məsələsini işıqlıqla aydınlığa çıxarda bilərik. Bəli, buyurur ki, günah və şübhələrdən uzaq dururdu. Sakit və susqun idi, səbirli, susqun bir insan idi, diqqətlə baxar, çox düşünərdi, təfəkkür eləyərdi. Ağıllı bir insan idi, heç zaman günün əvvəlində yatmazdı. Allahın ruzi payladığı vaxtda mömin yatıb. Tənbəldir. Sonra da deyir, kasıbam, fəqirəm, yoxsulam. Axı, Allahın ruzi payladığı vaxtda sən başını qoyub yatmısan. Saat 2-də, 3-də, 5-də durursan, 12-də durursan. Allah səni tapma daxım. Sən tapılmadın o ruzidən pay aparasan. Sonra da hadisələri Allahın əleyhinə, Allaha qılınc çəkirsən ki, Allah vermir, Allah məni görmür. Bəli, ardıca buyurur ki, məclislərdə təkəbbürlülər kimi yayxınmazdı, yəni oturmazdı. Oturuş ədəbi gözəl idi, təvazükar idi. Heç zaman məclislərdə başda olum, nə bilim, gözə çarpım, mənə diqqət eləsinlər, hörmət eləsinlər, ancaq bütün məclisin diqqəti mənə yönəlsin, yox. Belə bir düşüncə tərzi yox idi, təvazükar idi. İnsan var, elə bir ab-hava yaradır ki, bütün məclisdə olanların hamısının diqqəti onda olmalıdır. Elə bir sanki bu qeyri bir aləmdən gəlibdir. Yəni bu yalnız bu hörmətə, diqqətə layiq olmalıdır. Yox. Belə bir düşüncə olmasın. Bəli, buyurur ki, tam olaraq ədəb qaydalarına riayət edirdi Həzrət-i Loğman. Ağzının suyunu atmırdı. Cəmiyyət içində rahat şəkildə tüpürməzdi. Bir kənara çəkilərdi. Yəni o əxlaqi qaydalara riayət eləyərdi. Bir şeylə oynamırdı. Əsla uyğunsuz görkəmdə görünməzdi. Nə zaman iki nəfəri münaqişə halında görürdüsə, onları barışdırırdı. Sülh yaradırdı onların arasında. Əgər bir kəsdən yaxşı bir söz eşidirdisə, mütləq o sözün mənbəsini və izahını soruşurdu. Görürsünüz? Kimdən yaxşı bir söz eşidirdisə, onun məbnasını, mənbəsini soruşurdu. Fəqihlərlə və alimlərlə çox yoldaşlıq edirdi. Alimlərlə.
elə biliklərin ardınca düşürdü ki, onun vasitəsilə nəfsani istəklərinə qalib gələ bilsin. Öz nəfsini təfəkkür, düşüncə və ibrət gücü ilə müalicə edirdi. Yalnız din və dünyasına fayda verən işin ardınca gedirdi. Heç zaman adiyyatı olmadan müdaxilə etmirdi. Buna görə də Allah ona hikmət vermişdi. Görün nə qədər dəyərləri İmam Sadiq əleyhissalam öz mübarək hədisində bəyan elədi ki, Həzrəti Loğmanı loğman eləyən bu fəzilətli sifətlər idi. Əgər sən də həyatında bu deyilənləri tətbiq eləyə bilsən, sən də Həzrəti Loğman kimi hikmətli bir insan olarsan. Bugünkü dərsimiz bu qədər əziz tələbələr. Növbəti dərsdə görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.